bugünkü dərsimiz fiziki tərbiyə dərsinin hissələri. Bu gün nə öyrənəcəyik, nələrə baxacağıq? Fiziki tərbiyə dərsinin hissələri: giriş, hazırlayıcı, əsas və tamamlayıcı hissə. Dərs zamanı müəllim və şagird fəaliyyətlərinə baxacağıq. Fiziki tərbiyə dərsi 4 hissədən ibarətdir. Giriş, hazırlayıcı, əsas və tamamlayıcı hissələr. Baxaq ilk öncə giriş hissəmizə. Giriş hissəmizi ilk öncə xatırlatma edim ki, giriş isə məlumat xarakterli bir hissəmizdir. Burada heç bir hərəkətdən söhbət gedə bilməz. Giriş isə 3-5 dəqiqə vaxt ayrılır. 3-5 dəqiqə vaxt ayrılır. Dərsin məqsədi, məzmunu izah olunur. Giriş isə şagirdlərin bir zərgə düzülüşü, salamlaşma, raport, motivasiyanın qurulması, tədqiqat sualının verilməsi aiddir. Şagirdlər ilk öncə bir zərgə düzülürlər. Salamlaşma və raport təqdim olunduqdan sonra motivasiya qurulmalıdır. Motivasiya nədir? Motivasiya istənilən bir fəaliyyətə maraq oyatmaq deməkdir. Motivasiya elə bir fəaliyyətdir, şagirdləri idrak fəaliyyəti əsasında aktiv dərsə cəlb edir. Burada bir motivasiyaya uyğun bir nümunə gətirilmiş idman oyunlarından. Şagirdlərə belə bir motivasiya qurmaq olar ki, idman oyunları sizə bacarıq və güc qazandırır ki, bununla da şagirdlər bir növ aktiv dərsə cəlb olunur. Tədqiqat sualı nədir? Tədqiqat sualı qısa, konkret və lakonik olmalıdır. Tədqiqat sualı araşdırmaya sövq etməklə yanaşı, idraki fəallığı da artırılmalıdır. Burada da belə bir nümunə gətirilmişik. Tədqiqat sualı araşdırmaya bir növ sövq edən sual. Nümunə: basketbol oyunu komanda ilə əməkdaşlıq bacarıqlarını necə gücləndirir? Bu kimi suallar şagirdlərə ünvanlamaqla şagirdlər bir növ araşdırma edə bilərlər. Gəldik növbəti hazırlayıcı hissəmizə. Hazırlayıcı hissəmizə 8-10 dəqiqə vaxt ayrılır. Hazırlayıcı hissəmizin məqsədi nədən ibarətdir? Şagird orqanizmin dərsin əsas hissəsinə hazırlanması. Bu hissədə istifadə olunan hərəkətlər orqanizmin qarşıdakı fiziki yükü hazırlamaq üçün qızışdırıcı, yeriş, qaçış, inkişaf, xüsusi struktur cəhətdən əsas hissədə veriləcək hərəkətlərə uyğun olan aparıcı əzələ qruplarının qızışdırılması və bu işi hazırlayan hərəkətlərdən ibarətdir ki, bir növ hazırlayıcı hissəmizin məqsədi ondan ibarətdir ki, biz dərsimizin əsas hissəsində yerinə yetirəcək hərəkətlər, oyunlar zamanı zədələnmələr, əzələ artırılmalarının qarşısını almaq üçün aparıcı əzələ qruplarının qızışdırılması və dərsin əsas hissəsinə hazırlamaq məqsədi daşıyır. Hazırlayıcı hissəmizin məqsədi bundan ibarətdir. Gəldik növbəti əsas hissəyə. Əsas hissəyə 20-25 dəqiqə vaxt ayrılır. 20-25 dəqiqə vaxt ərzində illik plan qrafikinə müvafiq olaraq dərsin məqsədinin reallaşdırılması, hərəkətlərin icra texnikasına yiyələnmə, onun təkmilləşdirilməsi, ayrı-ayrı hərəkət qabiliyyətlərinin inkişaf etdirilməsi vəzifələri bir növ həyata keçirilir. Ki bu hissədə bir növ bizim illik plan qrafikimizə, planlaşdırmamıza uyğun hansı hərəkət qabiliyyətdirsə, hansı bir növ mövzudursa, biz dərsimizi bir növ həmən bu əsas hissədə həmən dərsimizi bir növ həyata keçiririk. Hərəkət qabiliyyətlərimizin inkişafı, oyunlar falan əsas hissədə baş verir. Gəldik növbəti tamamlayıcı hissəmizə. Tamamlayıcı hissəmizə 3-5 dəqiqə vaxt ayrılır. 3-5 dəqiqə vaxt ərzində orqanizm funksional sistemlərinin tədricən bərpası, qiymətləndirmənin aparılması, fərdi və ev tapşırıqlarının verilməsi, vəzifələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu hissədə şagirdlər orqanizmin dərsdən əvvəlki vəziyyətə qaytarılması üçün sakit tempdə tənəffüs və əzələ boşalıcı hərəkətləri bir növ icra edir. Tamamlayıcı hissəmizin də məqsədi ondan ibarətdir. Şagirdlərin orqanizmi, necə ki, əsas hissədə onlara fiziki yüklər verilmişik, şagirdlər yorulurlar və tamamlayıcı hissəmizdə şagirdlərin orqanizmini funksional sistemlərinin tədricən bərpası,
ki, dərsdən əvvəlki vəziyyətə qaytarmağa çalışırıq. Bunun üçün tənəffüs hərəkətləri, bərpa-edici hərəkətlərdən istifadə etməklə şagirdlərin orqanizmini dərsdən əvvəlki vəziyyətə qaytarmaq üçün bir növ hərəkətlərdən istifadə edirik. Gəldik. Fiziki tərbiyə dərsinin hissələri və onların struktur. Burada nələrə baxacağıq? Əvvəldə qeyd etdiyimiz kimi, dərsin hissələrinə, dərsin mahiyyətinə, müəllim fəaliyyətinə və şagird fəaliyyətinə ki, dərsimizin giriş hissəsində, hazırlayıcı, əsas və tamamlayıcı hissəsində müəllimin fəaliyyətindən ibarətdir və şagirdin fəaliyyətindən ibarətdir. İlk öncə, təkrar qeyd edirəm, giriş hissə 3-5 dəqiqə vaxt ayrılır. 3-5 dəqiqə vaxt ərzində dərsdə həyata keçiriləcək standartlarla əlaqəli informasiya təminatı nəzəri biliklərinin verilməsi və motivasiyanın formalaşdırılması nəzərdə tutulur. Dərsimizin məqsədi bundan ibarətdir. Giriş hissəmizin mahiyyəti. Dərsdə həyata keçiriləcək standartlarla əlaqəli informasiya təminatı nəzəri biliklərinin verilməsi və motivasiyanın formalaşdırılması. Baxaq dərsimizin giriş hissəsində müəllim fəaliyyəti nədən ibarətdir? Müəllimin fəaliyyəti nədir? Dərsin məqsədini, istifadə olunacaq hərəkətləri, qaydaları izah edir və motivasiya formalaşdırır. Müəllim dərsin məqsədini izah edir, istifadə olunacaq hərəkətləri, qaydaları şagirdlərə izah etdi və motivasiya formalaşdırır. Şagirdin fəaliyyəti nədən ibarət olacaq? Müəllim izah etdikcə şagird hərəkət oyunların istifadəsini anlayır, müəllim izah edir, qaydaları izah edir, şagird də anlayır və dərsdə fəaliyyətini planlaşdırır. Müəllim ilə təşkil edən dərsin məqsədini, istifadə olunacaq hərəkətləri, qaydaları şagirdlərə izah etdi, motivasiya formalaşdırdı. Müəllim izah etdikcə şagird hərəkət oyunların istifadəsini anladı və dərsdə fəaliyyətini planlaşdırdı. Ki, giriş hissəmizin bir növ yenə xatırlatma edim, məlumat xarakterli bir hissədir. Onu da qeyd edim ki, məlumat xarakterli hissə təkcə giriş hissədədir əslində. Giriş hissədə olmalıdır. Ancaq digər hissələrdə də ola bilər, bəli ola bilər. Misal üçün deyək, şagirdlərə hər hansı misal üçün deyək, qaçaraq uzunluğa tullanma haqqında şagirdlərə məlumat vermişik dərsimizin giriş hissəsində. Hazırlayıcı, əsas və tamamlayıcı hissələrdə, əsas hissədə falan şagird yaxınlaşır, deyir ki, müəllim, mən bunu başa düşmədim. Biz ona qayda deməyəcəyik ki, mən onu giriş hissədə məlumat vermişdim. Orada qulaq asardım, mən sənə məlumat verə bilmərəm. Elə bir qayda yoxdur. Yəni, təkrar biz ona şagirdlərə məlumat verə bilərik. Ancaq əsasən bizim məlumat xarakterli hissəmiz dərsimizin giriş hissəsidir. Müəllim dərsin məqsədini istifadə olunacaq qaydaları, hərəkətləri izah etdi, motivasiya qurdu. Şagird isə hərəkət və oyunların istifadəsini anladı və dərsdə fəaliyyətini planlaşdırdı. Gəldik hazırlayıcı hissəmizə. Hazırlayıcı hissəmizə yine 8-10 dəqiqə vaxt ayrılır. Sıra inkişaf xüsusi hazırlayıcı hərəkətlərin yerinə yetirilməsi vasitəsilə şagird orqanizmini əsas fiziki yük icrasına hazırlamaq məqsədi daşıyır. Bu hissədə daha çox sıra inkişaf hazırlayıcı hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulur. Hazırlayıcı hissədə müəllim fəaliyyəti nədən ibarətdir? Hərəkətlərin icra ardıcıllığını müəyyən edir. Hərəkətləri nümayiş etdirir. Sırada cərgədə irəliləməni təşkil edir və şagird orqanizmini əsas fiziki yük icrasına hazırlayır. Bir də təşkil edir. Hərəkətlərin icra ardıcıllığını müəyyən etdi, hərəkətləri nümayiş etdirdi, sırada və cərgədə irəliləməni təşkil etdi, şagirdlərin orqanizmini əsas fiziki yük icrasına hazırladı. Müəllimin fəaliyyəti bundan ibarət. Şagirdin fəaliyyətinə baxaq. Müəllim bir növ təşkil etməklə, hərəkətləri şagirdə göstərməklə, nümayiş etdirməklə şagird sıra inkişaf hazırlayıcı hərəkətləri artıq icra edir. Hərəkət fəaliyyətini qaydalar çərçivəsində qurur. Sıra inkişaf hazırlayıcı hərəkətləri icra edir, yerinə yetirir və
hərəkət fəaliyyətini qaydalar çərçivəsində qurur. Giriş hissə ilə qarışdırmayaq. Giriş hissədə dərsdə fəaliyyətini planlaşdırır ki, mən bu işləri görəcəm. Plan işləri görəcəm dərsimizin növbəti hissələrində. Dərsdə fəaliyyəti planlaşdırmaq giriş sahədir. Hərəkət fəaliyyəti qaydalar çərçivəsində qurmaq hazırlayıcı hissəmizə aiddir. Növbəti əsas hissəmizə baxaq. Əsas hissəmizə 20-25 dəqiqə vaxt ayrılır. Planlaşdırmanın nəzərdə tutulmuş hərəkət qabiliyyətlərin inkişafına istiqamətlənmiş fiziki üçün zəruri rejimdə və miqdarında yerinə yetirilməsi. Bizim planlaşdırmamızın hansı hərəkət qabiliyyəti nəzərdə tutulub, həmən hərəkət qabiliyyətinin inkişafına istiqamətlənmiş fiziki üçün zəruri rejimdə və miqdarında yerinə yetirilməsi. Baxaq, dərsimizin əsas hissəsində müəllim fəaliyyəti nədən ibarət? Hərəkətləri nümayiş etdirir. Hazırlayıcı hissəmizdə olduğu kimi, müəllim fəaliyyətinə aid olduğu kimi, burada da var hərəkətləri nümayiş etdirmək. Həm hazırlayıcı hissədə müəllim fəaliyyətidir, həm əsas hissədə müəllim fəaliyyətidir. Dərsdə yarışacaq komandaları müəyyənləşdirir. Bir çox müəllim fikirləşir ki, komandalara bölmək dərsimizin hansı hissəsində olur? Bir çox müəllimlər giriş hissədə deyə bilər, hazırlayıcı hissədə deyə bilər. Ancaq dərsimizi şagirdləri komandalara bölmək dərsimizin əsas hissəsindədir, müəllim fəaliyyətidir. Dərsdə yarışacaq komandaları müəyyənləşdirir. Dərsin məqsədinə müvafiq. Dərsimizin məqsədi nədirsə, dərsin məqsədinə müvafiq hərəkətlərin, oyunların icrasını təşkil edir və fərdi qiymətləndirmə aparır. Ki, dərsimizin əsas hissəsində hərəkət qabiliyyətlərinin inkişafıdır, oyunlardır, yarışlardır, əsas hissədə baş verir. Bir də təşkil edən müəllim fəaliyyətini. Hərəkətləri nümayiş etdirdi, dərsdə yarışacaq komandaları müəyyənləşdirdi, dərsin məqsədinə müvafiq oyunların icrasını təşkil etdi və fərdi qiymətləndirmə apardı. Gələk şagird fəaliyyəti. Oyunları, hərəkət komplekslərini yarış rejimində yerinə yetirir. Yarış rejimi elə ki, əsas hissədir. Və komandalı fəaliyyət zamanı əməkdaşlıq qurur. Komandalı fəaliyyət də dedik, əsas hissədə baş verir. Komandalı fəaliyyət zamanı əməkdaşlıq qurursa, şagirdin fəaliyyəti və əsas hissəyə ayrılır. Gəlin növbəti tamamlayıcı hissəmizə baxaq. Tamamlayıcı hissəmizə 3-5 dəqiqə vaxt ayrılır. Orqanizm funksional sistemlərinin dərsdən əvvəlki vəziyyətə qaytarılması üçün bərpa-edici tənəffüs hərəkətlərin yerinə yetirilməsi, dərsin yekunlaşdırılması və qiymətləndirilməsi məqsədi daşıyır. Tamamlayıcı hissədə müəllimin fəaliyyətinə baxaq. Bərpa-edici hərəkətlərdən istifadəni təmin edir. Qiymətləndirmə nəticələrini elan edir və ev tapşırıqları verir. Bərpa-edici hərəkətlərdə müəllim istifadəni təmin etdi, şagirdlərin qiymətləndirmə nəticələrini elan etdi və şagirdlərə ev tapşırığı verir. Şagirdin fəaliyyətinə baxaq dərsimizin tamamlayıcı hissəsində. Orqanizmin bərpasına çalışır, əzələ boşaldan və tənəffüs hərəkətlərini yerinə yetirir və öz nəticəsini təhlil edir. Bu da oldu bizim şagirdin fəaliyyəti. Fiziki tərbiyə dərslərində hərəkətlərin istifadə ardıcıllığına baxaq müəllimlər. Birinci, ilk öncə gəlir sıra hərəkətləri, 2 ümumi inkişaf hərəkətləri, 3 hazırlayıcı hərəkətlər, 4 əsas hərəkətlər, 5 bərpa-edici hərəkətlər. Bunu ardıcıl qaydada bilməyimiz lazımdır. Bir çox müəllimlər ümumi inkişafla hazırlayıcı hərəkətlərin yerini qarışdırır ki, bilmir, ümumi inkişaf birinci gəlir, hazırlayıcı ikinci gəlir, onu bilmir. Bir də təkrar sayaq. 1 sıra hərəkətləri, 2 ümumi inkişaf hərəkətləri, 3 hazırlayıcı hərəkətlər, 4 əsas hərəkətlər, 5 bərpa-edici hərəkətlər. Bugünkü dərsimiz bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.